Deməli, bizdə burada yenə IP ünvan verilir. Bu dəfə isə last valid host istənir. Deməli, yenə IPv4 adresi 32 bitdən ibarət olduğu üçün 32 bitdən 22-ni çıxırıq. Yəni 32-dən 22-ni çıxırıq, qalır 10. Aşağıda yaradacağımız 1 və 0 kombinasiyası üçün bizə 22 dənə 1, 10 dənə isə 0 lazımdır. Dediyim kimi, bu 0-1 kombinasiyasını niyə yaradırıq, nə üçün lazımdır bizə? Ona görə lazımdır ki, bu IP ünvanının subnet maskını tapmaqdan ötürü. Birinci 22 dənə 1 yazırıq. On dənə də 0. İndi bunu 8-8 ayırırıq. Aha, düşürük aşağı. Bu ikili say sistemindən onluğa çevirəndə 255, 255, 252 və 0. Bu olur bizim subnet maskımız. Daha sonra düşürük aşağı. Biz indi burada blok rəqəmini tapmaqdan ötürü 256-dan çıxırıq 252-ni. Blok rəqəmi nə üçündür? Deməli, bunun elə cavabı elədir 4. Buraya yazıram blok. Bu o deməkdir ki, burada 4 artım var. Yəni, burada dəyişən bizim 3-cü oktetimiz olacaq. Oktet 8-lik deməkdir. Yəni, bu 0-dır, okeydir. Bunlar da tamdır. Amma bizim dəyişən oktetimiz bu olacaq. Yəni, bizim bu oktetimiz 4 artır. Bu o deməkdir ki, həmin o 4 artan rəqəm və ədədlər bunlardır. Və bizim də dəyişən hissəmiz 3-cü oktetimiz olduğuna görə, yəni 164 olduğuna görə, baxırıq ki, 164 burada yerləşir 164 ilə 168-in arasında. Yazırıq 164, 168. Əslində burada 164-ü 164-dən böyük və yaxud da bu 164-ü bu 164-dən kiçik yazmaq məntiqən səhvdir. Sadəcə mən başa salmaq üçün göstərirəm ki, yəni burada bu 164 bu iki ədədin arasında yerləşir. Nəyə görə təyin olunur, ona görə yazmışam. Və keçirik aşağı. Birinci yazırıq network. Networkümüz bizim olur 10, olduğu kimi yazırıq 197, birincini yazırıq 164.0. Networkdə bildiyimiz kimi arxasında 0 olur. Düşürük aşağı. Yazırıq broadcast. Broadcastımız olur 10, 197, amma 168 yox. Bir vahid aşağı 167, 255. Və burada bayaq yadınızdadırsa, dəyişən hissə 4-cü oktetimiz. Yəni, bu olduğu üçün bura dəymirdi. Ona görə bizim 0 və 255 yazmaq kimi yerimiz olmurdu. Amma burada dəyişən hissə 3-cü oktet olduğuna görə, yəni bu hissə olduğuna görə, həmin bu qalan digər arxa hissəyə networkdə 0, yəni 4-cü oktetə networkdə 0, broadcastda isə 255 yazırıq. Bu da o zaman belə olur. Bunun first valid necə olur? First valid olur 10, 197, 164.1. First valid networkdəki IP-ni götürürük və bu arxasındakı bu 0-ı 1 əlavə edib yazırıq. First valid olur bu. Last validimiz isə belə olur. 10, 197, 167, 254. Yəni, bir vahid aşağını göstərir. Bu bizim olur last validimiz.